Ananın ruh halı övladının davranışına, ətrafdakılarla münasibət qurma bacarığına təsir edir. Bu, həm də uşaqların dərslərdəki müvəffəqiyyətinə, hətta fiziki sağlamlığına belə öz təsirini göstərir. Ümumiyyətlə, valideynin övladına ötürdüyü emosiyalar onun həyat tərzinin nəticəsidir. Əgər valideynlər işdə və ya gündəlik həyatda səbirli, təmkinli, mərhəmətli, yəni bir sözlə müsbət keyfiyyətlərə sahibdirlərsə, deməli, sağlam psixologiyada övlad yetişdirməyə də qadirdirlər. Mən bir valideyn olaraq düşünürəm ki, əsas 3 amilə diqqət etmək lazımdır ki, mən bunlara daha çox diqqət edirəm. Birincisi uşağın tərbiyəsidir, ikincisi təhsilidir, üçüncüsü isə onun sağlamlığı və qayğısıdır. Əgər biz bunlara diqqət edərsək, uşaq daha sağlam böyüyər, daha düzgün formada böyüyər. Təbii ki, uşağın ilkin əlaqədə olduğu insan valideynləri, xüsusilə də anasıdır. Buna görə də uşaq anasından xoş rəftar, dəstək görərsə, bu onun bütün həyat tərzinə və gündəlik qrafikinə müsbət təsir edər. Məsələn, elə səhər övladınızı bağçaya, dərsə və ya işə yola salanda ona necə davransanız, günə eyni əhvalda davam edəcək. Anam özünü yaxşı hiss etməyəndə, ağrıyanda bacım və mən pis oluruq. Ona görə biz həmişə çalışırıq ki, anam yaxşı əhvalda olsun. Dərslərimi anamla bir yerdə hazırlaşanda daha rahat oluram. İstəyirəm ki, dərslərimi həmişə onunla hazırlayım, çünki onda daha həvəsli oluram. Mübahisələr, ailə daxili münaqişələr, aqressiv valideynlər, bütün bunlar uşaqların psixologiyasına mənfi təsir edən amillərdir. Belə ailələrin övladları diqqətdən, qayğıdan kənar qalır. Ən pis tərəfi isə odur ki, onlar sosiallaşa bilmir. Bu da gələcəkdə ciddi problemlərə yol açır. Tərbiyədə valideynin ən vacib vəzifələrindən biri də uşağa özünə nəzarəti öyrətməkdir. Qışqırıq, qadağalar, nəsihətlər və məhrumiyyətlər vəziyyəti, hətta münasibətləri də gərginləşdirər. Valideynlərin verdiyi tərbiyə uşağın gələcək şəxsiyyətinin formalaşmasının gizli xəritəsidir. Belə ki, həddindən artıq qadağalarla böyümüş uşaqlar gələcəkdə özünü xoşbəxt olmaya layiq bilməyən bir şəxsiyyət kimi yetişə bilər. Əksinə, hədsiz çox sərbəstliklə böyümüş uşaqlar gələcəkdə plansız, məqsədsiz, hədəfyönümlü olmayan bir şəxsiyyətə çevrilə bilər. Belə ki, valideynlər öz tərbiyə üsulunda balanslı xarakterli olmağa çalışsalar, lazım olduqda dəstəkləyici, lazım olduqda bərpa edici xüsusiyyətlər irəli sürsələr, gələcək şəxsiyyətin uğurlu yetişməsinə nail ola bilərlər. Ananın övladına olan münasibəti nəinki onun bir gününə, hətta bütün şəxsiyyətinə və həyatına təsir edə bilər. Ana xoşbəxt olarsa, hər mənada sağlam və xoşbəxt övlad böyüdər. Röya Salmanova, Sabir Şahbələdov, Telesəhər.